Salam, bugün sizləri müəllifi olduğum və tikintisi başa çatmaqda olan Tarion adlı layihəmizlə tanış edirəm. Layihə Abşeron rayonu Fatmai kəndində 6 sot torpaq sahəsində peşkar komandamız tərəfindən inşa edilməkdədir. Birinci mərtəbə ön fasadda böyük arka tipli pəncərələr gün ərzində bol işıqlanma verir. İkinci mərtəbədə isə dördkünclü pəncərələr layihəyə zəriflik qatır. Layihə sadə həndəsi formaları, aydın xətləri və simmetrik həcmləri ilə diqqəti cəlb edir. Layihənin 2 mərtəbədən ibarət olması onun funksionallığı və estetik görünüşü arasında mükəmməl balans yaradır. İndi isə sizə layihənin daxili planlaşdırılması haqqında məlumat verəcəm. Layihənin birinci mərtəbəsi zal, mətbəx, bir sanitar qovşağı, kabinet və yataq otağından ibarətdir. Layihənin ikinci mərtəbəsi isə 3 yataq otağı və bir sanitar qovşaqdan ibarətdir. Hal-hazırda əsas yataq otağındayıq. Layihələndirilmə zamanı bu otağa 2 böyük və 1 arka tipli pəncərə tərtib etdim. Və bu otağın əsas özəlliklərindən biri isə onun geniş qarderobla təchiz edilməsindədir.